Bir çox hərbi xidməti başa vurmuş şəxslər yenidən hərbi hissələrə çağırılıb. Məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr Şöbəsinin rəisi Pərviz Sədrəddinov mətbuat azın sorğusuna cavab olaraq bildirib ki, hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının qanununun müvafiq bəndlərinə uyğun olaraq hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırıla bilərlər. Müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının prezidenti qərarı ilə hərbi vəzifəlilər hərbi təlim və xüsusi toplanışlarda qanunla müəyyən edilmiş müddətdən əlavə 3 ayadək müddətə saxlanıla bilərlər. Hərbi vəzifəlilər ehtiyatda olduqları müddətdə hərbi toplanışlara aşağıdakı qaydada çağırılırlar. Birinci dərəcəli ehtiyatda olanlar, əskərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar, 35 yaş, kiçik zabitlər, 50 yaş, mayor və polkovnik leytenantlar, 50 yaş, polkovniklər, 55 yaş, ali zabitlər, 60 yaş. Hər dəfə 2 ay müddətinə olmaqla 5 dəfə, lakin il ərzində bir dəfədən çox olmayaraq ikinci dərəcəli ehtiyatda olanlar, əskərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar, 50 yaş, hər dəfə 2 ay müddətinə olmaqla 3 dəfə, lakin il ərzində bir dəfədən çox olmayaraq üçüncü dərəcəli ehtiyatda olanlar, əskərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar, 50 yaş, kiçik zabitlər, mayor və polkovnik leytenantlar, 55 yaş, polkovniklər, 60 yaş, ali zabitlər, 65 yaş. Bir ay müddətinə bir dəfə Sədrəddinov qeyd edib ki, hərbi vəzifəlilər hərbi təlim toplanışlarından başqa 10 günlük hərbi yoxlama toplanışlarına da çağırıla bilərlər.